Ben artıq Bəkə şəhərindəyəm. Oteldən çıxmışam. Otelin qabağından avtobuslar gedir. Hal-hazırda avtobusda da ödənişsizdir. Məkkəyə pul saparı. İnşallah gedirəm Kəbənin yanına. Məscid Əl-Haram. Abi salam dedim. Ama yaratan. Ağzından acı götürmüşüm. Bunu ben kendim Kəbəyə. Abi salam dedim. Nereden otelden çıktı ya? Vay. Avtobusda burada 2 dənə dayanacaq var, Kəbənin yanında. Saxlayırlar. Nə vaxt istəyirsən gəlib minirsən. Otelin adını daşıyır avtobuslar. Hər avtobus bir otelin adınadır. Bu da saatlı bina, məşhur saatlı bina. Kəbəyə yaxınlaşırıq. Gördüyünüz minarələrin aşağı hissəsində Kəbə yerləşir. Çatdıq. Avtobusa burada saxlayır. Buradan da Kəbəyə doğru. Bura ziyarətgahın girişi səsidir, yeni tikilir. Əvvəl bura yoxdur. İstəyənlər də ki, montajlar, yabancılar da işləyir, Hindistanlılardır, belə. Bu millətdən işləyirlər. Qarşıdakı sarı bina Məhəmməd Peyğəmbərin evidir.
İndi isə ora kitabxana kimi fəaliyyət göstərir, amma yenə də işləmir. Qapıları bağlıdır. Adı muzey kitabxanadır, amma bağlıdır. Burası bu binada Məkkənin bütün kameralarının nəzarət sistemidir, mühafizə sistemidir. Hamısı buradan idarə olunur. Televizora verilir. Siz də televizorda Səudi Ərəbistan kanalında buradan Kəbəni canlı izləyə bilirsiniz. Kəbədən çıxdım. İndi gedirəm otara tərəf. İşar namazının vaxtıdır. Ərəblər gedir namaza. Namaz vaxtında qapıları bağlayırlar. Heç stay girəmir. Kəbədə qurana bilmirlər. Hamı namaz qılandan sonra təzən açırlar, qurlanırlar. Gel bakın abi. Dan juga mau baca sendiri. Hacılar buraya gelirler. Hacıların vacib əməllərindən biri Ərəfatdır, Müzdəlifədir. Binada qurban kəsməyi də Allah nəsib etsin. Bu Ərəfat çölü, gördüyünüz bu daha hacı üstündə. Məsələ üzüdür, səsin tutur, bir də məsələ tutur. Bu gördüyünüz dağmadı rəhmətlər. Rəhmətlər, Ərəfat çölündə rəhmətlər. Hə, yallah, qoy xalq çəksin, tutarsa sonra. Rəhmət dağı. Rəhmət dağı Allahın rəhməti niyə görə ona deyirlər? Bilirsiniz ki, Adəmlə Həvvan Allah neynədir? Sonra Adəm xəta elədi, Allah neynədir? Adəm hara düşdü? Adəm düşdü Pakistana. Həvva hara düşdü? Həvva düşdü Ciddiyə. Hara Ciddə hara düşdü? İslamada düşdü. Ciddə ərəb sözüdür, nənə. Həmin o Ciddə Həvva Aleyhisselamın adıyla şəhər olmalıdır. Yəni, nənəmiz Həvva oraya düşdü. Bir Adəm Peyğəmbər 40 il ağladı. Allah onu bağışlasın. 40 il onu bağışlasın. Adəm Peyğəmbər 40 il ağladı ki, hər gün
Allah onu bağışlasın. Kərbəlada olmuşsunuz da yəqin. Allah onu yalan etsin. Kufədə Adəm Peyğəmbərlə Cəbrail Aleyhisselamın məqamı var. Məktələ girəndə qapının arasında. Adəm Peyğəmbərlə Cəbrail Aleyhisselamın məqamı. Deyir Cəbrail Aleyhisselam nazil olur Adəmin yanına. Deyir ey Adəm 40 ildir ağlayırsan. Allah'tan bağışlamaq istəyirsən. Allah istəyir səni bağışlasın. Amma deyir mən sənə Quranda deyir ki, əlində məhlum əsma. Allah Adəmə adlar öyrət. O gün deyir, adlar. Cənnətdə yaranmışsan. Quranda deyir, Allah Adəmi xəlq elədi, dedilər ki, nə yaratacaq filan filan. Və deyir, Allah Adəmə adlar öyrət. Adlar öyrət. Cənnət belədir ki, orada nə istəsən, hazır olur. Yeməkdən, içməkdən, onu pişirməyə filan ehtiyac olur. Ki, qazan adı öyrətsin, tava adı öyrətsin, boşqab adı yox. Ona müəyyən adlar öyrət. Bu adın təfsiri nədir? Həmin o məqam gəlib çıxır, Adəm 40 il ağlayandan sonra Kufə məscidində Kufəmiz Adəm Peyğəmbərin məqamı var. Qədim məscid. Bir Adəm namaz qılır, Cəbrail ki, namaz qıl, namazdan sonra mən atlar deyəcəyəm. Sən o atlarla Allaha xatir and edəcəksən. Bir Cəbrail Aleyhisselam deyir ki, Adəm deyirəm, bi haqqi Muhammed Adəm deyir ki, ilahi bi haqqi Muhammed. Deyirəm bi haqqi Əli. Adəm deyir ilahi bi haqqi Əli. Bi haqqi Fatıma. Deyir bi haqqi Fatıma. Bi haqqi Həsən. Deyir bi haqqi Həsən. Deyirəm bi haqqi Hüseyn. Deyir Hüseyn adı gələndə Adəmin gözünü yaşarır. Hər bir Peyğəmbər 120 gözünün hamısı Kərbəlada keçir. Tarixdə var ki, hər bir Peyğəmbərin ayağın, qanı, bədəninin qanından bir qətrə də olsa Kərbəlaya damır. Nə hadisəli başladı biz bəlalar, xətalar, günahlar verir. Arif adamlar, alimlər, Peyğəmbərlər onların başına piş gələndə onun nəzərə dağılır. Mən neylədim ki? Bu mənim başıma gəldi. Peyğəmbərlə əvvəl daşı deyir, qanı soruşu Allah, mən səbəb deyil ki burada, məndən xəta elədim. Allah deyir ki, burada Kərbeladır. Hüseynin qanı burada istədim, sənin qanı burada. Bir Adəm Hüseyin adını çəkəndə ağladı. Lakin deyəm ki, Hüseyin. Bir Allah onun günahını bağışladı. Adəm deyir ki, ey Cəbrail, bu Hüseyin kimdir ki, bir onun adı gəldi, mənim bir ixtiyar gözüm yaşardı. Lakin əlvəl o qədər Hüseyin ağlamışıq. O qədər Hüseynə əzadarlıq eləmişik. O qədər Hüseynə qara köynə giymişik. İnşallah bu il məhərrəmlik ilə əzadarlıq eləmək bizə nəsib edəcək. Sənə ad verirəm, bi haqqi Muhammed, Əli və Fatıma və Həsən və Hüseyin bizim də günahlarımızı bağışlayın. Bizim də xətalarımızı bağışlayın. Həmin o xətadan sonra, Adəmi bağışlayan sonra gəlir bizim Həvva nənəmizlə Adəm Peyğəmbər burada görüşür. Bir avakə belə burada görüşürlər. Allah and verir. O subaylar ki, bana əziyyət çəkirlər, işindən, evindən, evlənə bilmirlər, maaşı, Allah onlara halal sual nəsib edir. Bəxtində yubananlar var ki, Allah onlara da inşallah ailəni salamat edəsin. Özləri üzrə kimi ailə nəsib edəsin. Allah halallara halal südənmiş nəsib edəsin. Və Allah gələcək nəsildən əhl-i beyt düşməni qərar verir. Allah da dualarımızı, günahlarımızı bağışlasın. चलो ये चलो शाया हम ओए भाई यो मम्मा से बैग पकड़ लो